Salam aleykum əziz dostlar. Bugün bir kombinasiya zərbə göstərmək istəyirəm. Elə deyək də, bu çalışqa. Mənə göstərin, nə Mən istəyir? ciyər istəyirəm. Göstərə bilərsiniz, zəhmət olun. Yusuf Kəbra, bu Yusuf'dur tələbəmlə tanış olun. Yusuf, misal üçün, sağ zərbədən müdafiə. Yusuf sağı atır, mən okulunu edirəm bu tərəfə, əyilirəm. Və buradan bu hissə ilə zərbəni keçirdirəm birbaşa Yusuf'un ciyərinə və Yusuf oturur. Yusuf otur. Yusuf hazırdır. Bu zərbə istənilən rəqibə dəyəsə, onunla da yəni ki, Tyson olsun, nə bilim, Tyson nəmisi olsun, fərqi yoxdur. Kimsə Yusuf az nakavlat şeydir. Təzə göstərək, 1 və buradan 2. Sonra bir dənə də versiya göstərəm, bu ucu bonusdur. Yusuf sağa at deyirəm. Eyni vaxtda sağa atırıq, düz burada dıxalqası var da, nəfəs alınan yeri var. Ən həssas yer, ciyardan da pis yerdir bura. Ora zərbə dəysə, 99% ehtimalla rəqib yəni yenə yıxacaq. Yusuf yıxıl. Çox sağ ol. Yusuf yenə yıxılır. Təzdən göstərək, 1, təzdən, 2. Bu 2 ən təhlükəli zərbələrdən biridir. Niyə? Çünki ən həssas yerimiz ciyardır və burada xalqamızdır. Zərbə vaxt möhkəm dəyməsə, dəqiq dəysə, demək olar ki, rəqibin nakavt düşmə ehtimalı olur avtomatik 99,99%. Əlbəttə ki, dəqiq vurmaq lazım. Möhkəm vurmağa ehtiyac yoxdur. Əli arxaya aparmağa ehtiyac yoxdur, belə vurmaq lazımdır. Məsəl üçün, soxadan belə vurur da əli aşağı düşür, lazım deyil. Bir balaca, 1, bu buradan 2. Belə, bu 2 əsas zərbə idi. Yusuf, çox sağ ol. Bu arada belə vurmaq istəyirsiniz, əlbəttə ki, Hamza Kimayev Edition RDX tərəfindən buraxılmış əlcələri siz sifariş edə bilərsiniz, çatdırma pulsuzdur. Gördüyünüz kimi. Və sizin zərbələriniz daha sərt olacaq, daha ağır olacaq. Mütləq videoyu bəyənin, şərh yazan növbəti videoda nə görmək istəyirsiniz və dostlarınızla bölüşün. Sağ olun, görüşənədək.